Salam əziz tələbələr. Bugünkü mövzumuz bir məhsulu təhlüklər və məsələlərdir. Testlərə keçməmişdən qabaq demək istərdim ki, mən yalnız testlərin izahını verirəm. Yəni mövzu izah etmirəm. Mövzu izahını istəsəniz əgər başqa videolar hazırlaya bilərəm. Amma mən yalnız testlərin izahını verirəm. Ondan əlavə şərhlərdə onlayn dərs keçib-keçmədiyimlə bağlı maraqlanmışsınız. Bəli, keçirəm. Telefon nömrəsi də qoymuşam əslində bir neçə videolarda. Yəni istəsəniz əlaqə saxlaya bilərsiniz. Keçək testlərə. Birinci sualımız aşağıdakı ədədlərdən hansı 3x + 10 = 19 tənliyinin köküdür? Bu bir məhsulu tənlikdir. Bir məhsulu tənliyi etmək üçün biz 3x-a məhsul toplanan gözü ilə baxırıq. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 19 çıxılsın 10 verir bizə 9. Məhsul vurğu tapmaq üçün isə hasili məlum vurğuya bölürük. Yəni 9 bölünsün 3 bərabərdir 3. Deməli, birinci sualın cavabı B bəndi 3-dür. İkinci sual. İkinci sualda da bizə yenə bir məhsulu tənlik verilmişdir. 6x çıxılsın 5 bərabərdir 4x 11 tənliyini həll etmək tələb olunur. Burada biz x-ləri, dəyişənləri yığırıq bir tərəfə, sərbəst ədləri yığırıq bir tərəfə. Hədd sağa bərabərliyi digər tərəfinə keçdikdə isə işarəsini dəyişir. 4x sol tərəfə keçdikdə mənfi olur. Mənfi 5 sol tərəfə keçdikdə də müsbət olur. Yəni 6x çıxılsın 2x bərabər 4x bərabər 2x isə 11 + 5 bərabərdir 16-ya. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğuya bölürük. 16 böl 2 alırıq 8 D bəndi. İkinci sualın da həlli oldu D bəndi 8. Üçüncü sual. Üçüncü sualda da bizə tənlik verilib və bu tənliklə eyni güclü olan tənliyi tapmaq tələb olunur. Bunun üçün biz nə etməliyik? Eyni güclü tənliklər həlləri, kökləri bərabər olan tənliklərə deyirlər. Biz əvvəlcə tənliyimizi həll edək. Yenə bir dəyişənli tənlikdir. Dəyişənləri yığırıq bir tərəfə, sərbəst ədləri yığırıq bir tərəfə. 5x çıxılsın x bərabərdir 4x-ə, 28 çıx 8 bərabərdir 20-yə. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğuya bölürük. 20 bölünsün 4 bərabərdir 5. İndi biz cavablara baxırıq və cavablardan hansı x-in yerinə 5 yazdıqda tənlik doğru alınır, onu yoxlayırıq. 5 + 1 7 eləmir, 2 vur 5 16 eləmir. 3 vur 5 çıx 1 bərabərdir 14-ə. Deməli, bizə lazım olan cavab C bəndidir. 8 çıxılsın 5 2 etmir. 5 vur 5 25 bərabər deyil. 4 vur 5 də gəlsin 7-yə. Üçüncü sualın həlli oldu C bəndi. Dördüncü sual. A-nın hansı qiymətlərində xətti tənliyin həlli yoxdur? Nə zaman həlli olunur? O zaman ki, əgər B-miz sıfırdan fərqlidir. B-miz sıfırdan fərqlidir, lakin x-in əmsalı sıfıra bərabər olduqda. Yəni, A üstə gəlsin 2x bərabərdir 3-ə. Burada götürürük A üstə gəl 2 bərabər deyil sıfıra. Əgər bərabər olsa, o zaman tənliyin həlli olmayacaq. Deməli, A-mızın yerinə -2 yazsaq, bu tənliyin həlli olmur. Götürürük B bəndi -2. Qaydalara baxsanız, orada qaydalar izah olunur kitabda. 5-ci sual. Yenə AX bərabərdir B çıxılsın 2 xətti tənliyin sonsuz sayda həlli olarsa, A-nı və B-ni tapın. Sonsuz sayda həlli olması üçün biz cavabı da sıfıra bərabər edirik, x-in əmsalını da sıfıra bərabər edirik. Yəni, AX bərabərdir B çıxılsın 2, A bərabərdir 0-a və B çıxılsın 2 bərabərdir 0-a, yəni B bərabərdir 2-yə. A da 0 olduqda, B də 2 olduqda, burada 0x bərabərdir 0 alınır. Yəni, x-in sonsuz sayda həlli var. X nə olursa olsun, 0-a vurulduqda hasildə yenə də 0 alınacaqdır. A bərabər 0, B bərabərdir 2, D bəndi. 5-ci sualın həlli oldu D bəndi. 6-cı sual. A-nın hansı qiymətində isə yeganə həlli var. Yeganə həlli olması üçün isə gərək A-mız da və B-miz də belə deyək, sıfırdan fərqli olsun. Əvvəlcə dəyişənləri yığırıq bir tərəfə. A-x çıxılsın 3x bərabərdir -5-ə. X-i mörtəzə xaricinə alırıq. A çıxılsın 3 bərabərdir -5-ə. Deməli, -5 burada bizim də B-dir.
X-in əmsalı da 0-dan fərqli olmalıdır. A çıxılsın 3 bərabər deyil 0-a, A bərabər deyil 3-ə. Deməli, A 3-dən fərqli qiymət aldıqda bu tənliyin yeganə həlli var. Lakin A bərabərdir 3 aldıqda isə tənliyin həlli yoxdur. Sonra 7-ci sual. Aşağıdakılardan hansı kvadrat tənlikdir? Əvvəlcə bilməliyik ki, kvadrat tənliyin qaydası nədir? Kvadrat tənliyin qaydası ax kvadratı üstəgəlsin bx üstəgəlsin c bərabərdir 0. Bu tam şəkildə kvadrat tənlikdir. Bir də var natamam kvadrat tənliklərdə. Birincidə c bərabərdir 0 olduqda ax kvadratı üstəgəl bx bərabərdir 0 alınır. İkincidə b bərabərdir 0 olduqda ax kvadratı üstəgəl c bərabərdir 0 alınır. Üçüncüdə isə b də c də 0-a bərabər olduqda yenə ax kvadratı bərabərdir 0. Yəni əsas budur ki, burada x kvadratı olsun. Ən yüksək hədd 2 dərəcəli olmalıdır. Baxırıq, deməli 2x bərabərdir x üstəgəl 7 bir dəyişənli xətti tənlikdir. 1 bölünsün x burada rasional tənlikdir. Bu D variantındakı tənlik modul tənlikdir. Y bəndindəki tənlik də bir dəyişənli xətti tənlikdir. Deməli, burada C bəndini götürürük. 3x kvadratı üstəgəl 6, x üstəgəl 8 bərabərdir 0-a. Keçirik 8-ə. Natamam kvadrat tənliyi verilmişdir. Burada görürük ki, C-miz 0-a bərabərdir. Natamam kvadrat tənliyi həll etmək üçün biz C bərabərdir 0 olduğundan köklərdən birini 0 götürürük. Çünki Viet teoreminə görə köklərin hasili C-dir. Daha doğrusu C bölünsün A-dır. Burada A-mız birdən fərqli olduğu üçün. C bölünsün A-dır. Köklərdən C 0-a bərabər olduğuna görə deməli köklərdən biri heç olmasa 0-a bərabərdir. Digər kökü tapmaq üçün isə mənfi B-ni bölürük A-ya. Yəni B-nin əksini götürürük, A-ya bölürük. 6 müsbətdir, əksi mənfi 6-dır. Bölürük 3-ə, alırıq mənfi 2. Köklərdən biri 0-dır, digər kökü də mənfi 2-dir. Götürürük, cavab D bəndi. 9-cu sual. 4x kvadrat çıxılsın 100 bərabərdir 0-dan natamam kvadrat tənliyini həll edin. Burada isə b-miz 0-a bərabərdir. B-ni tapmaq üçün isə x1, 2 bir-birinə bərabərdir. Plus minus götürürük. Niyə görə? Çünki köklərin cəmi 0 olduğundan, cəminin A-ya nisbəti 0 olduğundan, deməli bunlar əks ədədlərdir. Əks ədədlər bizə 0 verdiyi üçün. Kökün altına salırıq, 100-ü bölürük 4-ə, alırıq müsbət mənfi 5. Bunu normal şəkildə, ən normalı budur. Yəni 4x kvadratı bərabərdir 100-ə. X kvadratı bərabərdir 100 bölü 4, yəni 25-ə. X də bərabərdir mənfi müsbət 5-ə. Baxırıq, cavab C bəndidir. 10-cu sual. K-nın hansı qiymətinə tənliyin hər iki kökü 0-dır? Tənliyin hər iki kökü 0-dırsa, deməli köklərin hasili də 0-dır, cəmi də 0-dır. Burada elə bir dəfəlik K-mızı götürürük 0. Deməli A bəndi. Və yaxud da ki, köklər eyni olduqda deməli diskriminant 0-a bərabərdir, amma bu da o qədər də vacib deyildir. Bu da oldu 10 sualın həlli.